Amerikanın San Francisco şəhərində Tesla showroom-a gəlmişəm. Bilirəm, gündəlik vlogları sevirsiniz və buna görə də bugün sizə Tesla showroom-da Tesla Model Y, Juniper'in full və standart versiyaları arasında fərqləri göstərəcəm. Avtomobilin arxa hissəsinə baxanda görürsünüz ki, stop işıqları belə tam eyni deyil. Sağ tərəfdə full versiya, sol tərəfdə isə standart modeldir. Salona keçəndə isə fərqlər daha açıq hiss olunur. Full Juniper versiyada premium materiallar, daha keyfiyyətli dəri, ambiyans işıqlar, orta konsol və daha adaptiv oturacaqlar var. Standart modeldə isə bu funksiyaların bir çoxu yoxdur. Hətta bəzi hallarda isə orta konsol belə sadələşdirilib. Bunun əsas səbəbi isə qiymət fərqidir. Standart model təqribən 35-39 min dollar arası, full versiya isə 44-50 min dollar aralığındadır. Ön hissədə də fərqi görmək olur. Bəzi LED işıq elementləri standart modeldə yoxdur. İndi isə Tesla Model Y Juniper ilə test drive-a çıxıram. Gördüyünüz kimi FSD, yəni Full Self Driving funksiyasını yoxlayıram. Bu sistem Azərbaycanda işləmir, çünki rəsmi olaraq dəstəklənmir və ölkədə texnologiya üçün uyğun qanunvericilik və xəritə datası hələ tam formalaşmayıb. Hazırda əsasən ABŞ, Kanada və bəzi Avropa ölkələrində bu funksiya aktivdir. Videonun sonunda isə avtomobilin park sistemini göstərirəm. Tesla'nın çoxsaylı kameraları, keyfiyyətli görüntü sistemi, ağıllı sensorlar sayəsində maşın ətrafı tam analiz edir və demək olar ki, səhvsiz şəkildə özünü park edir. Əgər video maraqlı gəldisə, səhifəni izləməyi və rəy yazmağı unutmayın. Bəs siz olsanız, bu Tesla Model Y Juniper modelinin standart modelini alarsınızmı? Zəhmət olmasa bu barədə də rəy bölməsinə yazmağı unutmayın.